Göndərmə, çıxım deyirəm. Yox, bıraxma, saxlayıram bunu burada. Qalsın burada. Qalsın. Mən qalmayacam. Mən qalsam, mən də sənə söz verirəm. 3 ay kimi, mən qalmayacam. 3 ay kimi. Xeyr, qalmayacam da zorla da qalmaq istəmirəm. Sosial şəbəkələrdə yayılan bu görüntülərdə narkotik vasitə asılılığından əziyyət çəkən və reabilitasiyaya cəlb edilən şəxsin 2 ay sonra müalicədən imtina etməsi əks olunub. Həmin şəxslə uzun danışıqlar aparılsa da o razılaşmır, müalicədən imtina edir və əvvəlki həyatına geri dönür. Bu görüntülərdən sonra hər birimizə yəqin ki bir sual maraqlandırır. Narkoloji dispanserdə qeydiyyatda olan və müalicədən imtina edən şəxsə görə məsuliyyəti kim daşıyır? Hansı hallarda şəxs məcburi müalicəyə cəlb edilə bilər? Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupundan verilən məlumata görə müalicə prosesi 2 formada olur: könüllü və məcburi. Əgər vətəndaş könüllü müalicəyə razılıq vermirsə, valideynlərdən biri qeydiyyatda olduğu rayon üzrə iddia ərizəsi ilə övladlarının müalicəyə cəlb olunmasını xahiş etməlidir. Məhkəmənin xüsusi iddia ərizəsinin əsasında həmin vətəndaşı Respublika Narkoloji Mərkəzinə yönəldilir və orada həkimlərin rəyi aldıqdan sonra mövcud qanun vezlərimizə uyğun olaraq 6 aydan 2 il müddətinə bu proses davam edir və həkimlərin rəyi əsasında həmin şəxsin məcburi müalicəyə nə qədər belə deyək ki, müalicə alınmasını həkim komissiyon rəydə öz əksini tapır. Və məhkəmə də təbii ki, rəy götürərək həmin şəxs haqqında məcburi müalicə tətbiq olunmasından bağlı qərar çıxardır. Əgər fərd hər iki valideynini itiribsə, bu zaman qeydiyyatda olduğu rayon üzrə icra hakimiyyəti müvafiq qaydada məhkəməyə müraciət edə bilər. Bəs əgər narkoloji qeydiyyatda olan şəxs cinayət törədərsə, bunun məsuliyyəti kimdədir? Burada fikirlər ziddiyyətlidir. Bəzi ekspertlər hesab edir ki, bu işdə Səhiyyə Nazirliyi xüsusi diqqətli olmalı və məsuliyyət daşımalıdır. Məsuliyyətin bir hissəsi də bizim Səhiyyə Nazirliyinin üzərinə düşür ki, 10 dəfə, 15 dəfə orada detoks olan, yəni belə deyim, ağrıdan çıxan narkomanlar olub ki, yenidən əlbəttə geri qayıdıb. Çünki bu fiziki asıllıqdan çıxıb, psixoloji asıllıqdan çıxa bilmir. Psixoloji asıllıq üçün də reabilitasiya lazımdır. Yəni bunun üçün özəl müəssisələr işləyir. Özəl müəssisələrin də bir ayı 1000 manatdan başlayır və onların da ki, əlbəttə ki, hamısının buna imkanı çatmır. Qanunda isə fərdin törətdiyi cinayətə görə məsuliyyəti birbaşa özü daşıdığı qeyd olunur. Çünki tibb onlara cinayətkar kimi yox, asılılıqdan əziyyət çəkən şəxs kimi yanaşır. Onun heç bir quruma, heç bir belə deyək ki, orqanın üzərinə atmaq olmaz ki, bu vətəndaş qeydiyyatda olaraq gedib cinayət törədirsə, bu artıq vətəndaşın üzərinə düşən bir cinayətdə hansısa bir formada iştirak edirsə, bu təbii ki, bir mənalı olaraq törətdiyi cinayətə uyğun olaraq öz cəzasını almalıdır və cəza aldığı müəssisədə də, yəni cəzaçəkmə müəssisəsində də həmin şəxsin narkotiklərdən asılı olduğu nəzərə alaraq orada onun müalicəsi həyata keçirilir. Qeyd edək ki, hazırda ölkə ərazisində 40490 qeydiyyatda olan narkotik asılılıqdan əziyyət çəkən şəxs var. Onlardan 39485 nəfəri kişilər, 1500 nəfəri isə qadınlardır.